Səslə hər zaman o söyləyin, mən özümü sevirəm. Mən çox dəyərliyəm. Mən çox şanslıyam. Salam məzunlar, bu videoda sizlərlə bir maraqlı bir mövzu barədə müzakirə aparmaq istəyirəm. Ancaq bu mövzunu mən tam olaraq hakim deyiləm. Çünki biraz elmi mövzudur. Biraz elmi biliklərdən, biraz motivasiyaya yönəlik bir müzakirə edəcəm və bu videoda o sizlərlə birlikdə öyrənmək istəyirəm. Çünki bu mövzunu mən tam olaraq qavraya bilmədiyim üçün fikir mübadiləsi olaraq o videoda sonra rəylərdə, müzakirələrdə bu mövzunu bir yerdə müzakirə etməyi sizdən xahiş edirəm. Video başlamazdan əvvəl sizdən xahişim ondan ibarətdir ki, əgər videolarımı izləyirsinizsə, bəyənirsinizsə bəyənməyi, kanalıma abunə olmağı və o rəylərdə aktivliyi, fikirlərinizi ifadə etməyi sizdən xahiş edirəm. Demək əzizlər, bu videoda sizlərlə demək hüceyrələrimizdən bizim şuurumuzun o mərkəzindən, o şuurumuzun həqiqətdə o bizim harada olmasından və o gerçək o duyğularımızın, o fikirlərimizin, o düşüncələrimizin həqiqətdə o nə olmasından söhbət etmək istəyirəm. Əvvəlcə o videonun əvvəlində onu qeyd etdim ki, bizim orqanizmimiz o trilyon o qədər demək hüceyrədən ibarətdir. O sayını tam olaraq belə unutdum, amma trilyona o yaxın hüceyrələrdən ibarətdir. Yəni biz o bütöv bir o bərk o qatı maddə o deyilik. O mikroskop altında mikro hüceyrələrdən oluşan bir orqanizmayıq. O bir sözlə o bədənimizdə o dərinimizdə o tutmuş sümüyümüzdən dərinimizdə o tutmuş sümüyümüzə qədər o demək o qanımızda o tutmuş o demək sinir hüceyrələrimiz o qədər, o beynimizdəki o neyronlar o qədər, hər biri hüceyrələrdir. Hər bir hüceyrənin fərqli bir o tip imajı, o fərqli bir xüsusiyyəti, o fərqli bir quruluşu və fərqli bir funksiyası vardır. O deyək ki, o dəri hüceyrələrimiz o bizi xaricin demək əngəllərindən qorunmaq üçündür. Ondan sonra sümük hüceyrələrimiz o bizi möhkəmin o vermək üçündür. Sinir hüceyrələrimiz o bizə hissiyat o vermək üçündür. O neyron hüceyrələrimiz demək ki, bir başqa bir cür yəni quruluş o malik olduğu üçün onlar da düşüncəni, analizi o formalaşdırmaq üçündür. Bu o demək hüceyrələr haqqında ilkin anlayış idi. Sizlə o bölüşmək istədim. Çünki bu videoda bu anlayışı bilmək vacibdir. İkinci bir anlayış hüceyrə haqqında demək həm fizika, həm o kvant fizikası, həm də ki o biologiyanın ortaq o vəhdətindən bir o şey qeyd etməkdir, bir nüans o qeyd etməkdir ki, Bruce Lipton adlı bir alim özünün İnancın Biologiyası adlı bir kitabında o demək hüceyrələri o analiz edib, hüceyrənin o quruluşunu, xüsusiyyətini, o tipini, həyatını, o var olmasını, inkişafı, o təkamülünü, o bir növdən o bu kitabında hüceyrə haqqında hər şeyini analiz edib və qeyd edib. Axırda kitabı oxuduqdan sonra o belə bir o qənaətə gəlir ki, bizim hüceyrələrimiz ətraf enerjilər, ətraf o təsirlər o cavab verən bir mikroşuur hissəcikləridir. O yəni hər bir o bizim hüceyrəmizin o mikro səviyyədə şuuru vardır. Hər bir hüceyrə ətraf olan bütün təsirlərə, bütün o qarşılıqlı əlaqələrə cavab o verir özünün müdafiə mexanizmi ilə və o qarşılıqlı o demək ki, bu təsirlərlə qarşılıqlı demək ki, bu münasibət əlaqələrindən özünün həyatını, özünün o təkamülünü, özünün inkişafını yaradır. Bu nə deməkdir? O yəni o bizim o bədənimizdə hər bir hüceyrənin o trilyon qədər hüceyrə var. Hər bir hüceyrənin özünün o məxsus bir mikro şuura malikdir. Bir mikro səviyyədə bir kompüter o bilgisayar o dili ilə o desək, o bir piksel səviyyəsində şuura malikdir. O necə ki, o şəkli yaradan o piksellər olur, o tip o piksel şuura malikdir.
Yəni bu piksellərin o birləşməsimi o bizim şuurumuzu var edir? Bu nüansda belə bir sual sizə vurğulayıram. Bunu rəylərdə sizin fikirləriniz gözləyəcəm. İstəyirsiniz indi o videonu saxlayın və öz fikrinizi o rəylərdə qeyd edin və sonra videoya davam edin. Sualımız o belədir. O bizim o şuurumuz, hüceyrələrimizin o piksel şuurlarının o toplamındanmı formalaşır? Maraqlı bir sual. Videoya davam edək. Demək, hüceyrə haqqında hər şey bildik. O qayıdaq bizim o duyğularımıza, bizim düşüncələrimizə. O belə bir elm dünyasında artıq o qəbul olunmuş bir anlayış vardır ki, bizim o duyğularımız sadəcə olaraq enerji siqnalları o deyildir. Onlar özləri o məxsus bir molekullardır ki, hüceyrələr arasında o transfer olunur. Siz bir o duyğunu, o deyək ki, demək ki, əlvi zincir o deyək ki, əlvi zincir yaralanır. Həmin o yara o duyğusunu hiss edirsiniz. O sadəcə bir siqnal o deyil, sizin sinir hüceyrəniz, o beyninizi ötürür. O xeyr. O sizin burada o yara o təsirin o məruz o qalmış hüceyrə o toplusunun o formalaşdırdığı o bir molekuldur ki, o bütün hüceyrələrə o yayılır. Belə o siz oranın ağrıdığını, oranın əzildiyini hiss edirsiniz. Eləcə də sevinç o duyğusu, uğur o motivasiya o duyğusu, məhəbbət o duyğusu, o sevgi o duyğusu o kimi o digər bütün o duyğular, o nifrətdir, o demək o qəzəbdir, acıqdır, hər bir o duyğumuz özünə o xas bir o molekulyar bir sistemə o malikdir. Və bu molekulyar bir sistem o bütün hüceyrələrimiz o boyunca davam edir. Bizim o bütün hüceyrələrimiz o transfer olunaraq o bizim o bədənimizin hamısı o yayılır. O yəni sizlər o bir o duyğu o yaşadıqda həmin o duyğunu zehninizdə yaşamırsınız. Həmin o duyğunu ürəyinizdə yaşamırsınız. Həmin o duyğunu o bütün orqanizm hüceyrələri o boyunca yaşayırsınız və o bir şey nəzərə o çatdırım ki, o bizim hüceyrələrimiz hər o dövr o bölünərək o çoxalan bir mexanizm o sahibdir. Hər bir hüceyrənin o bölünmə o müddəti, o çoxalma o müddəti o fərqlidir, amma hər bir hüceyrədə o var o xüsusiyyət. O deyək ki, o daimi o qəzəb, o daimi o məyusluq, o daimi inamsızlıq, o daimi o motivasiyasız, özünə inamsızlıq, o sevgisizlik o duyğularında olsanız, o bunlara uyğun olaraq o molekulları yaratmış olursunuz. Həmin o molekullar o bütün orqanizminiz üzrə o yayılır. Bütün orqanizm hüceyrələrinizə o hopdurur özünü. Hüceyrələrinizin o kopyalanma, o çoxalma o mərhələsində o yaranan o iki hüceyrə olacaq. Hər bir hüceyrəniz iki hüceyrə yəni o bölünəcək. O iki yeni hüceyrədə artıq o depressiya, o fikir, o stres, o inamsızlıq, o motivasiyasızlıq, o demək ki, o molekulları o var olmuş olacaqlar artıq. Sonra o deyirdik ki, o niyə işlərimiz alınmır? Alınmayacaq. O çünki o siz artıq o məyusluq, o qəzəb, o uğursuzluq, o molekulunu bütün hüceyrələriniz o kopyalanmışsınız və bütün hüceyrələriniz də çoxalaraq bir-birinə artıq o məyusluq, o molekulun artıq ona hakim olmuşlar. O yəni ilkin o hiss o sizdə yaşadıqda o molekullar hələ ilkin yayılır. Ancaq bu o davam etdikcə artıq hüceyrələriniz o bölünəcək və çoxalacaq və artıq o molekullar, o inamsızlıq, uğursuzluq, o molekullar, o duyğuların molekulları o yeni hüceyrələrdə zaten olmuş olacaq. Onların o DNT-larında olmuş olacaq və beləcə bizim həyatımız o gələcəyi uğursuzluqla o nəticələnəcək. O təbii ki, hər birimiz bunun olmasını istəmərik. O deyək ki, məyusluq indiyənə qədər yaşamışıq, inamsızlıq, uğursuzluq yaşamışıq. Bunu necə dəyişə bilərik? Maraqlı sualdır. O rəylərdə fikirlərinizi istəyirəm və mən videoya davam edirəm. Demək, o növbəti bir o videomuz, o mərhələ ondan ibarətdir ki, əziz izləyicilər, o bizim hüceyrələrimizin o demək o neyrobilim alimlərinin o kəşf etdiklərinə o görə bizim hüceyrələrimiz o təkcə bizim orqanizminə əlavə o girmirlər. Xüsusən o bizim o neyronlarımız.
O demək o neyronlarımız o bir-birlərinin əlaqədə olmadıqda da o belə o bilgiləri o bir-birlərinin o daşı, o bilin, o potensialın o malik bir hüceyrələrdir. Elə ki, iki neyronun bir-birinin aralı fiziki o bir o təmassız bir o şəraitdə saxlayıblar və o neyronun o birinə acı o demək ki, ağrı hissini yaşadıblar və o digər o uzaq məsafədə o fizik o təmassız olan o bir neyronda həmin o duyğular o qarşı o təsir hissini müşahidə ediblər. O neyronlar o kimi o bütün hüceyrələrimiz o bir-birlərindən o fizik o təmas belə olmasa bir-birinin o sıx əlaqəyə malikdir. O bilgi bizim hüceyrələrimiz o boyunca işıq sürətinə o belə sürətli o gedir. Bunu sizdə o yadda saxlamalısınız. O növbəti o o bilimcilərin o tapdıqları o bir o kəşf o vardır ki, o bizim hüceyrələrimizin özlərinin o məxsus o bir o maqnit o sahələri o vardır və xüsusən də ürəyimizin o sahibi olduğu hüceyrələrin o çox o güclü o bir maqnit o sahəyə o malikdir. O bir araşdırmada o demək ürəyimizin sahibi olduğu o maqnit o sahənin o gücünün beynimizin o zehnimizin o sahib olduğunu 15.000 o dəfə o güclü olduğu sübut o yetmişdir. O bu o deməkdir ki, o yəni o bizlərin o fikirlərimizin həyatımıza o təsir etdiyini hamımız o bilirik. Fikirlərimiz, o düşüncələrimiz həyatımıza çox böyük bir o təsirə malik. Ancaq bu videoda sizlərlə o bölüşürəm və çox rahatçılıqla o sözümü ifadə edirəm ki, sözümü inana bilərsiniz. Çünki o neyro, o bilimci alimlərin o tapdığı bir o kəşfdir. Ürəyimizin, o duyğularımızın, demək hisslərimizin sahib olduğu o sahə enerjisi o zehnimizin o daha o güclüdür. O bu həyatımız o daha o böyük bir o reaksiya, o daha böyük bir o təsirə o malikdir. O düşüncələrimizi yaşayırıq, amma o duyğularımızı artıq o yaratmış oluruq. Bu videoda o sizlər onu o demək istədim ki, onu o çatdırmaq istədim ki, əziz izləyicilər. Əgər o demək həyatımızın o gözəl olmasını istəyirsinizsə, uğurlarınızın olmasını istəyirsinizsə, hədəfləriniz o nail olmaq istəyirsinizsə, maneələr qarşısında o düşməmək, o davam etmək iradəsinin sahib olmaq istəyirsinizsə, hər zaman o pozitiv o düşüncələrdə olun. Bu o pozitiv o düşüncələri o birinci o yaratmaq üsulunuz özünüz o sevməyinizdir. Uca səslə hər zaman o söyləyin. Mən özümü sevirəm. Mən o çox o dəyərliyəm. Mən o çox şanslıyam. O bu tip ifadələri, afirmasiyaları özünüzə o dəfələrlə o gün boyu o boş olduqda və ya o bir işlə o məşğul olduqda fikirləşin və ya söyləyin. Özünüz o qürur o duymağı o bacarın. Özünüz o sevməyi o bacarın. Özünüz o dəyər o verməyi o bacarın. Özünüz o diyaloqda olun. Özünüz o necə o sevdiyiniz, özünüz o necə bir şanslı hesab etdiyiniz özünüzə söyləyin. Belə etdikdə o sevgi o duyğusu, o şanslıq o duyğusu, o molekullar o var olacaq. Bütün hüceyrələriniz o yayılacaq və artıq hüceyrələrimizdə olan o maqnit o sahə enerjilərindən və xüsusən ürəyimizin sahib olduğu o 15.000 o dəfə o güclü olan o maqnit elektrik enerjisi sayəsində ətrafımız o duyğuları bizdə yayacaq və həyatda o duyğuları o geri çəkəcəyik. O bir şey yadda saxlayın ki, o bu həyatı o düşüncə və o duyğularımız ilə yaşayırıq və yaradırıq. O nəyi fikirləşirsiniz, onu yaradırsınız. Ancaq fikirləşmək üçün o birinci o fikirləşmək hissinin o duyğusuna sahib olmalısınız. Əgər o duyğuya o sahib olmasanız, o nə qədər o neysə fikirləşsəz o belə, sadəcə özünüzü aldatmış olacaqsınız. Həqiqi fikirləşmə, həqiqi o düşüncənin o gücü, o düşüncənin o duyğusuna o sahib olduqda formalaşır və həyatımıza təsir edir. Özünüzü o sevin, özünüzü həqiqətən şanslı və dəyərli hesab edin ki, həyatınız gözəl və dəyərli olsun, uğurlu olsun. Əzizlər, o video sonuna yaxınlaşdıq.
Əgər o videoda o nəyisə siz çatdırmaq istədimsə, nə xoş mənim halıma, fikirləriniz xüsusən də o video boyunca o çəkdiyim o suallara, o cavablarınız, o rəylərdə o gözləyirəm. Bundan əlavə, əgər o bəyənirsinizsə, o bəyənməyi, abunə olmağı, o dəstək olmağı, o və rəylərdə aktivlik sizdən xahiş edirəm.